Gəlin belə bir isbata baxaq. Deyir, isbat edin ki, sonsuz kvadrat kök altında a bərabərdir. Kvadrat kök altında 1 plus 4a üzərinə gəlsin 1 bölünsün 2. Bunu deyir, isbat edin. Ümumiyyətlə, gəlin biz bərabərliyin sol tərəfini yenidən yazaq. A üzərinə gəlinsin kvadrat kök altında a plus kvadrat kök altında a üzərinə gəlsin nöqtələr. Və bunu bir k-ya bərabər eləyək. Hər tərəfi kvadrata yüksəltsəm, kvadrat kökü aparacaq, qalacaq a üzərinə gəlinsin kvadrat kök altında a plus kvadrat kök altında a plus nöqtə. Belə davam edəcək. Bərabər olsun k-nın kvadratına. Fikir verin. Bax, biz bu hissəyə nə demişdik? K demişdik. Deməli, burada da bax, bu hissə, bax, bura olacaq k. K kvadratı bərabər olacaq k üzərinə gəlinsin a-ya. Bax, bu şəkildə. K kvadratı çıxılsın k, çıxılsın a bərabərdir 0. Gəlin bu tənliyi həll eləyək. Deməli, burada diskriminant bərabərdir. 1 üzərinə gəlinsin 4a. 1 üzərinə gəlinsin 4a. Deməli, k1 bərabər olacaq. 1 üzərinə gəlinsin kvadrat kök altında 1 üzərinə gəlinsin 4a bölünsün 2. Bu şəkildə. K2 bərabər olacaq. 1 çıxılsın kvadrat kök altında 1 üzərinə gəlinsin 4a bölünsün 2. Bu da bu şəkildə olmuş olacaq. İndi biz burada, əlbəttə ki, bu sonsuz davam eləyirsə, a da müsbətdir. A müsbət olduğuna görə, a sıfırdan böyük bərabər ola bilər, 0 da ola bilər. Böyük olduğuna görə sıfırdan biz bu ikinci kökü götürmürük, birinci kök götürürük. Yəni ki, kvadrat kök altında a üzərinə gəlsin kvadrat kök altında a plus kvadrat kök altında a və nöqtələr bərabər olur. 1 üzərinə gəlinsin kvadrat kök altında 1 üzərinə gəlinsin 4a bölünsün 2. Bu şəkildə isbat olunmuş oldu.